her şeyi dəyişə Tek ata ve anadan başqa. Bizim için onlar bir Allah yörəsidir. Ata anaya hürmet, Allah'a hürmet. Ata anaya üsyan, haşa Allah'a üsyandır. Dünyada ata ana xeyir duasından büyük bir xəzinə, ata ana kölgəsindən güvənli bir sığınacaq yoxdur. Valideynin öz övladına verdiği xeyir dua bir peygamberin öz qövmü üçün verdiği xeyir duaya bənzər. Odur ki, valideyn xeyir duası haqq dərgahına daha tez çatar. Övladı valideyn xeyir duası xoşbəxt eylər. Ata ve ana övlad üçün qoşa qanatdır. Deyərlər ki, ana övladına taxt, ata övlad